Rumıniya parlamentinin Moldova ilə birləşməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməsi Moskvada sərt reaksiya doğurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova sənədi faktiki ilhaq cəhdi kimi qiymətləndirərək onun referendum və geniş ictimai müzakirə olunmadan qəbul edildiyini bildirib. Rusiya tərəfi iddia edir ki, bu addım Moldova vətəndaşlarının iradəsini nəzərə almır və Qərbin demokratiya ilə bağlı yanaşmasında ikili standartların göstəricisidir. Layihə 24 iyunda avtomatik olaraq 45 gündən sonra gizli razılaşma mexanizmi vasitəsilə səsvermə olmadan qəbul edilib ki, bu da Qərb demokratiyasının nə qədər irəlilədiyini göstərir. Burada Moldovalıların fikri açıq şəkildə nəzərə alınmır. Baxmayaraq ki, yaşlı nəslin hələ də 1918-ci ildən 1940-cı ilə qədər Rumıniyanın Besarabiyanı işğal etməsi ilə bağlı parlaq xatirələri var. Belə bir addımın Dnestriyanı məsələsinin həllinə kömək etməsi ehtimalı azdır. Rusiya mediasında isə məsələyə daha ehtiyatlı yanaşma nümayiş etdirilir. Ekspertlər hesab edir ki, Rumıniya ilə birləşmə mövzusu hazırda daha çox siyasi və təbliğat xarakteri daşıyır. Prosesin reallaşması isə ilk növbədə Moldovanın daxili siyasi vəziyyətindən və cəmiyyətin iradəsindən asılıdır. Rumıniya ilə Moldovanın birləşməsi mövzusu yeni deyil. İllərdir siyasi gündəmdə və daha çox təbliğat xarakteri daşıyır. Rumuniyada müəyyən qərarlar qəbul olunsa da, Moldovada referendum keçirilmədən bu reallığa çevrilə bilməz. Mövcud sorğular da göstərir ki, belə referendumun dəstək qazanacağı inandırıcı görünmür. Bundan başqa ölkənin Qaqauziya və Dnestriyanı kimi həll olunmamış daxili problemləri var. Ona görə də hesab edirəm ki, hazırda Rumıniya ilə birləşmək üçün zəruri daxili şərait formalaşmayıb və son qərarı yalnız Moldova xalqı verməlidir. Digər tərəfdən Rusiyanın indi başı buna qarışmayıb. Cənubi Qafqazda olduğu kimi Moldovada da uğursuzluğa düçar oldu. Bəs böyük əks-səda doğuran bu qanun layihəsinin mahiyyəti nədir? Sənəd Rumıniya Deputatlar Palatasında səssiz qəbul proseduru ilə təsdiqlənib. Bu qaydaya əsasən layihə müəyyən olunmuş 45 günlük müddətdə plenar iclasda müzakirəyə çıxarılmayıb və rədd edilməyibsə avtomatik olaraq qəbul edilmiş hesab olunur. Bununla belə qərar yekun deyil. Layihə son söz üçün Senata göndərilib. Maraqlıdır ki, təşəbbüsün müəllifi Rumuniyada Rusiya yönlü mövqeyi ilə tanınan SOS Rumıniya partiyasıdır. Elə bu səbəbdən Moldova prezidenti Maya Sandu da layihənin arxasında birbaşa Moskvanın dayandığını və məqsədin birləşmə ideyasını gözdən salmaq olduğunu bildirib. Bu, Moskvanın agenti tərəfindən təklif edilən sənəddir. Məqsədi birləşmə ideyasını gözdən salmaqdır, başqa heç nə. Sanki sabah parlamentə Moldovanın Rumuniyaya birləşdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə gələcəm. Birləşmə belə baş vermir. Bütün bunları çox yaxşı başa düşürük. Digər tərəfdən Moskvanın Kişinyova diplomatik təzyiqi də gündəmdədir. Belə ki, Moldovanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası təqdim edilib. Bunun ardınca isə Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi qətiyyətlə tövsiyə edib. Rəsmi Moskva bunu Qərb kuratorlarının dəstəyi ilə həyata keçirilən anti-Rusiya kursunun tərkib hissəsi və Kişinyovun Rusiyalılara qarşı ayrı-seçkilik tədbirlərini gücləndirməsi ilə əsaslandırıb. Baxmayaraq ki, ATES araşdırma qrupunun sorğularının nəticələrinə əsasən hər iki ölkənin nümayəndələri arasında birləşmə ideyasına müəyyən dəstək var. Hətta Rumuniyada respondentlərin 71%-dən çoxu, Moldovada isə 44% birləşməni dəstəkləyir. Moldova prezidenti Maya Sandu da şəxsi mövqeyində bu ideyaya müsbət yanaşdığını bildirib. Lakin ekspertlər hesab edir ki, ictimai rəydəki dəstək prosesin reallaşacağı anlamına gəlmir. Çünki hüquqi, siyasi və geosiyasi amillər birləşməni olduqca mürəkkəb məsələ kimi saxlayır. Əsas təzyiq rıçağı isə məhz Dnestriyanı bölgəsi olacaq. Moldovada Maya Sandu və onun PAS partiyası hakimiyyətə gəldikdən sonra Moldova və Rumıniyanın birləşməsi barədə məsələ daha aktual şəkildə gündəmə gəlməyə başladı. Ancaq bunun reallıqda nə dərəcədə mümkün olmağı indi maraq doğuran məsələ budur. Nəzərə alıq ki, burada Rusiya faktoru var. Rusiyanın Dnestriyanıda konkret hərbi qüvvəsi və digər təsir dairəsi var. Və bu o deməkdir ki, biz Dnestriyanıda Rusiyanın müdaxiləsi ilə bu prosesin qarşısını almağına cəhdlər görəcəyik. Hətta iş oraya gəlib çata bilər ki, Moldova ilə Rumıniya arasında belə münaqişənin yaranmasına kimi cəhdlərin formalaşmasına biz şahid ola bilərik.
Analitiklər hesab edirlər ki, Moldova ilə Rumıniya arasında yaxınlaşma cəhdləri artdıqca Dnestriyanı məsələsi də yenidən ön plana çıxacaq. Bu isə regionda geosiyasi gərginliyi daha da yüksəldə bilər. Ancaq nəzərə almaq lazımdır ki, indi Rusiyanın qarşısındakı əsas məqsəd Qərb ilə münasibətləri yaxşılaşdırmaq və Ukrayna üzərindən üstünlük əldə etməkdir. Digər tərəfdən rəsmi Kişinyov da Dnestriyanı probleminin sülh yolu ilə həllini və ölkənin Avropa İttifaqına inteqrasiyası prosesinin bütün ərazini əhatə etməsini əsas hədəf kimi göstərir.